Salam olsun yoldaşlar. Yine de böyle bir paylaşım etmek istedim sizinle. Yani belki sizlere de lazım oldu. Yani lazımlı bir şeydi. Özünüz de yani düzeltebilirsiniz. Cəmi burada bu tüstü generatorudur. Yani smoke test eləmək için. Motordan havası hardan çekir, necə çekir onu bilmək için. Bax, belə bir bankadır. Dəmirli qapağıyla onu adı butulka ilə də eləyə bilərsiniz. Litrli, yarım litrli fərqi yoxdur. Mən bankanı seçdim. Nəyə görə? Deməli, dəmirinə görə. 2 dənə təkər üçün nipel olur. Yəni təkərə vurulan, diska vurulan. 2 dənə bundan alırsınız. Cəmi bircə manat. İkisi bir yerdə. Drellə deşiyi açırsınız. İçində salırsınız deşikdən. Şöyle bax, belə bu formada. Bu formada saldınız. Ya germetika ilə, ya kley ilə kleyləyirsiniz ki, yəni qıraqlarda o deşik açılan yerlərdən hava çəkməsin. Vəssalam. Birinin nipilini, içərdə olan nipilini çıxardım. Obrisini isə saxlayın. Mən belə bir şlanq seçmişəm. Bu nipil çıxartdığım yerə onu salacağım, bax belə bu formada. Belə adı ağ şlanqdır. Və bircə dənə qalın kompakt sigaretdən məsəl üçün salırsınız. Bax. Bircə dəqiqə mən çıxardım bunu. Və salırsınız həmin şlanqın o nipilinə. Bax, filtrına bax belə. Saldınız bura, özdə kip oturur, elə bir ki, öz yeridir. Vəssalam. Bankanı bağlayırsınız. Onun sonrasını deyəcəm mən sizə, hələlik qoyaq bunu bura. Deməli, məndə V202-dir. Çeşkat. Mən bunu yoxlayacağım. Bax, burada map sensor var. Bax, bunu çıxardacağım. Kakras hələ saldığım şlanq onun hələ bir ki yeridir. Salacağım şlanqı ora, bax bu formada. Bu formada. Bura. Və tüstüyə verəcəm. Tüstüdəki sigaretin tüstüsüdür. Birdir ki, ən əsası. Onu indi Mercedeslərdə elə söz. Bax, bu Vozdukhammer var. Vozdukhammerin bu başı yox, o bursu başını. Bax, bu xamotu açırsınız. Bir dənə klyonka taxırsınız ora, bağlıyorsunuz yerinə. Ki filtra, onun sensoruna tüstü getməsin, hava getməsin. İndi onu yandırıb sizə göstərəcəyim dальнейшем. Deməli yoldaşlar, gördüyünüz kimi Vozdukhammerə klyonkamı vurdum. Buranı zaqılışıq elədim ki, bura tüstü getməsin. Böyle bir motorum var, balaca təkər üçün. İndi bunu vururam, tüstüyə baxın. Sigareti yandırmışım, artıq yanır. İndi inşallah bunu yoxlayaq. Görək bizdə piriboy hardan verir. Ancaq çalışın, deməli, bu kompresoru vuranda 0.5'dən artıq vurmayın. Çünki orada bəzi sensorlara ziyan dəyə bilər, ona görə heç belə də saxlamayın. 0.5'ə kimi vurdunuz, biraz tüstü getdi, bəs eləyir. Yoxlayın görün, nədir, nə deyir.
bankadan bırakır. Biraz 1.50 çətindir. Bir dəqiqə qoyum yana yenə də bura. Deməli bir dənə də siqaret yandıran biri bəs eləmədi. Yoxlayıb deyəcəm sizə. Yəni çox vaxtınızı aparmamaq üçün üstünü vurdum. Bir fasunkalara baxdım. Çünki çox vaxtı fasunkaların salnikla da hava verir. Sonra kollektordan hava verə bilər və aşağılarda yəni biri baxırsınız belə. Mən yəni baxdım. Şükür məndə deməli havası çəkmir. Problem başqa problemdir. Axtaraq tapaq. Bu da belə.